Yaxşı davranış daxili gözəlliyi göstərir. Kobudluq cahillikdir. Qeybət edəni dinləyənlər də onun ortağıdır. Həddini aşan zarafat ciddiyyəti bozar. Tərifdə ifrata varmaq təkəbbür yaradar və təriflənən adamı aldadır. Yəqinliyə sahib ol, güclənərsən. Fürsət külək kimi əsib keçir. Allah sizə bir nemət verirsə, şükr edin. Yaxşı insanlarla dostluq etmək bir nemətdir. Günah işlənərsə, üzr dilə. Tədbirsizlik fəlakətə yol açar. Sülhdən böyük nəticə yoxdur. Zikir ruhun qidasıdır. Uca Allah'tan başqa bütün güclülər zəifdir. İslamdan daha güclü bir sığınacaq yoxdur. Qurtuluş imana bağlıdır. Cənnət təmənna etməklə əldə edilə bilməz. Din və əməl ağıldan doğar. Təqva günahdan çəkinmək deməkdir. Əməlsiz elm meyvəsiz ağaca bənzir. Tövbə rahat qazandırar. Sadəcə öz günahlarından qorx. Ən böyük qüsur təkəbbürdür. Tamahkarlıq imanın pozulmasına səbəb olur. Zülm dəhşətli nəticələr verir. Hər sıxıntının bir çıxış yolu var. Əxlaqca qüsurlu olan öz qüsurun görməz. Yalan gözəlliyi pozar. Davadalaş pisliyin toxumudur. Dostlarını saymayana düşmənləri əzər. Alçaq adamların xasiyyəti nankörlükdür. Axmaqlıq amansız bir xəstəlikdir. Cəhalət ən qəddar düşməndir. Dünya səni aldatmadı, özün aldandı. Ağıllı adam təcrübədən öyüd alar. Bəsirəti olmayanın biliyi olmaz. Allaha itaat etmək hər şeyin açarıdır. Mərdlik insanın bəzəyidir. Ağıllı adam yaxşılıq edərkən xəsislik etməz. İsraf bərəkəti qaçırar. Ac qalmaq minnət götürməkdən daha yaxşıdır. Səbr etmək qələbə, tələsmək təhlükədir. Zalıma qarşı məzluma köməkdir. Bədxərclik qədər böyük cəhalət yoxdur. Acizlik fəlakətə yol açarlar. Nemət bağışlamaqla artar. İslamda söyüşə yer yoxdur. Ən yaxşı hədiyyə minnətsiz edilən hədiyyədir. Hər işin əsası niyyətdir. Nəsihət qəlbə həyat verir.